yaman derde, nenemin okşarı Rüqəyyəm öldü. Buna baksana. Bacı gelim dağda, düştüm yaman derde, nenemin okşarı Rüqəyyəm öldü. Buna bakasın, beni derde saldı, aramimi aldı, cismi yerde kaldı. Öldü Rüqəyyəm, vaveyla, 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 vaveyla. Buna bak, bunu da diyem, ondan sonra bir demle şahbet verem sinə bırak. Vallahi sübh kimin 90 bücürsen. Vallahi sübh kimin 90 bücürsen. Ne bina bak, buna bak, dedi bacı. Geceler yatmazdı. Akıp bedeni o kadar taziyana vurmuşdular. O melun götdü dəbənin üstdən o balacanı attı yerə. Uşaqdı da, bədənin hər yeri göleydi. Zeynəb de bir gecə daha gördüm, bu bala həlakdi. Bunu mən gərək deməyəm ha. Amma sən şiə haqqına da elə. Gərək deməyəm. Mən üz istəyəm xanım məhzərindən. Zeynəb de gəldim, kızım niyə ağlayırsan, bala niyə ağlayırsan? Dediyəm mən, məni qucağı almazsan sözümü demərəm. Zeynəb de aldım qucağıma. De gördüm başın koydu çiğnime. O balaca ellerin doladı boynu. Kulağıma yavaş yavaş bir yol dedi ama acayip yatabilmeyem ayda. Oydu Zeynep'e hey seslere bir hazırlan ölen balam layla. Geceler yatmazdı, indi rahat yattı. Emmesini ağladı, Rüqəyyəm öldü. Şam'a ağlar geldi, kalbin gamlar deldi, gamsıdan dince. Lay lay Rüqəyyəm.